Erkən dövlətlər. Aratta. Eramızdan əvvəl 3-cü minilliyin birinci yarısında Azərbaycanın cənubunda, Urmiya gölünün cənub-şərqində Aratta erkən dövləti mövcud idi. Onun ərazisi Urmiya gölündən cənubdakı torpaqları əhatə edirdi. Şumer mixi yazılı mətnlərində Aratta Bəhrəli dağları olan varlı ölkə adlanırdı. Arattanın iki çay arasının Şumer şəhər dövlətləri ilə iqtisadi, siyasi və mədəni əlaqələri olmuşdur. Enmerkar və Aratta hökmdarı dastanında bu barədə məlumat vardır. Dastana görə Uruq ilə Aratta gah düşmənçilik, gah da dostluq edirdilər. Enmerkar Şumerin Uruq şəhər dövlətinin hökmdarı olmuşdu. Həm Enmerkar, həm də Aratta hökmdarı bir-birlərini tabe etmək üçün tədbirlər görürdü. Aratta hökmdarı Şumerə tabe olmaq istəmədiyi üçün qasidə belə cavab verir. Mən ali kahinəm, təmiz əl, yəni İnanna tərəfindən təyin olunmuşam. Xoşsifət İnanna həqiqətən məni Arattaya, saf ənənələr ölkəsinə gətirdi. Məni sanki böyük darvaza kimi dağlarda onun önünə qoydu. Məgər Aratta Uruqa tabe ola bilərmi? Aratta Uruqa boyun əyməyəcəkdir. Qonşu tayfalar Uruq şəhərini mühasirə edən zaman Enmerkar hərbi yardım almaq üçün Aratta hökmdarına müraciət edir. Uruq şəhərində məbəd tikintisi zamanı Şumerlərə inşaat materialları, qiymətli metal və daşlar lazım idi. Enmerkar bu materialların Arattadan gətirilməsini istəyirdi. O, Aratta hökmdarı ilə yazılar aparmış, qasidlər göndərmiş və hətta bu ölkəyə səfər etmişdir. Arattadan iki çay arasına qızıl, gümüş, lacivert daşı və tikinti materialları gətirilirdi. Aratta iki çay arası ilə mal mübadiləsi edirdi. Mübadilə nəticəsində Şumerdən Arattaya əsasən taxıl və meyvə gətirilirdi. Aratta əhalisi müxtəlif sənət sahələri ilə məşğul olurdu. Burada mahir ustalar vardı. Onlar məbəd və saray tikir, divarlarına qiymətli metal və daşlardan, xüsusilə lacivərtdən bəzək və naxış vururdular. Ustalar qiymətli metal və daşlardan zərgərlik və digər bəzək əşyaları hazırlayırdılar. Aratta ustaları Şumerdə məbəd tikintilərində də iştirak edirdilər. Aratta əhalisinin həyatında əkinçilik mühüm yer tuturdu. Burada dəmiyə əkinçiliyi geniş yayılmışdı. Əkin sahələrinin məhsuldar olması isə yağışdan asılı idi. Mövsüm quraqlıq keçəndə Şumerlə taxıl mübadiləsi genişlənirdi. Aratta şəhər dövlət idi. Paytaxtı Aratta şəhəri idi. Bu şəhərin ətrafı düşmən hücumlarından qorunmaq üçün qala divarları ilə əhatə olunmuş, mərkəzində isə ölkəni idarə edən hökmdarın sarayı yerləşirdi. Hökmdarın yanında Ağsaqqallar Şurası fəaliyyət göstərirdi. Mühüm məsələlər burada müzakirə edilir və qərarlar səs çoxluğu ilə qəbul olunurdu. Arattada çoxtanrılıq mövcud olmuşdur. Burada Şumerin bərəkət və məhəbbət ilahəsi hesab edilən İnannaya ibadət geniş yayılmışdı. Lullubi. Eramızdan əvvəl 3-cü minilliyin ikinci yarısında iki çay arasında mövcud olan Şumer şəhər dövlətləri süquta uğradı. İki çay arası Akkad dövlətinin hakimiyyəti altında birləşdi. Urmiya gölünün cənubunda, keçmiş Aratta dövlətinin qərb torpaqlarında Lullubi tayfalarının ittifaqı yarandı. Lullubi tayfa ittifaqına Su və Turukki tayfaları daxil idi. Eramızdan əvvəl 3-cü minilliyin ikinci yarısında Urmiya gölünün cənubunda Lullubi erkən dövləti yarandı. Onun ərazisi şimalda Urmiya gölündən, cənubda Diyala çayına dək çatırdı. Eramızdan əvvəl 3-cü minilliyin ikinci yarısında Akkad hökmdarları Lullubi ölkəsinə işğalçı yürüşlər etdilər. Lullubilər öz ölkələrini Akkad işğalından qorumaq üçün uzun müddət mübarizə apardılar. Lullubi hökmdarı padşahlar padşahı adlandırılırdı. Hökmdar Anubaninin dövründə bu dövlətin qüdrəti daha da artdı. Anubaninin hərbi uğurları iri qaya parçası üzərinə mixi yazı ilə həkk olunmuşdu. Lullubilər digər qədim Azərbaycan tayfaları kimi iki çay arası ilə siyasi, iqtisadi və mədəni əlaqələr saxlayırdılar. Əsasən dağlıq ərazilərdə yaşayan Lullubilər iki çay arası ilə mal mübadiləsi edir və malqaranı taxıla dəyişirdilər.
Lullubilər iki çay arasında meydana gəlmiş mixi yazı sistemi ilə tanış idilər. Burada ölkənin siyasi və mədəni sahədə uğurlarını təbliğ edən mirzələr, həmçinin ictimai, dini və mədəni abidələr inşa edən ustalar vardı. Lullubilər səma, ay, günəş, bərəkət və məhəbbət tanrılarına sitayiş edirdilər. Kuti Eramızdan əvvəl 3-cü minillikdə Urmiya gölünün qərb və cənub-qərb hissəsində Kuti tayfa birləşmələri mövcud idi. Həmin minilliyin ikinci yarısında Kutilər erkən dövlət yaratdılar. Onlar Şumer şəhər dövlətləri ilə müttəfiq münasibətləri saxlayırdılar. Lakin Akkad hökmdarlarının işğalçılıq siyasətinə qarşı çıxırdılar. Akkad dövləti Urmiya gölü hövzəsində yaşayan tayfalara hücum edirdi. İşğala məruz qalan bu tayfalar hərbi ittifaq yaratdı və Akkad ordusunu məğlubiyyətə uğratdı. Akkad hökmdarı Şumerlərin dini mərkəzi olan şəhərə ordu göndərərək buradakı məbədi dağıtmaq istəyirdi. Kuti hərbi dəstələri bu şəhərin köməyinə gəldi. Beləliklə Akkad hökmdarının niyyəti baş tutmadı. Burada Kuti hökmdarının şərəfinə mixi yazılı abidə qoyulmuş və orada o qüdrətli Kutium və dünyanın 4 səmtinin hökmdarı adlandırılmışdı. Bundan sonra Kutilərin iki çay arasına müdaxiləsi daha da gücləndi. Akkad dövlətinin zəifləməsindən və iki çay arasında baş vermiş daxili çəkişmələrdən istifadə edən Kutilər buranı ələ keçirdi. Kutilərin iki çay arasında təxminən 100 illik hakimiyyəti zamanı onlara qarşı çıxan olmadı. Kutilər iki çay arasında mövcud olan idarə sistemini dəyişmədilər. Ölkəni canişinlər vasitəsilə idarə edirdilər. Kutilərə tabe olan Şumer şəhər hakimləri müstəqil daxili siyasət yürüdürdülər. İki çay arasının Şumer şəhərlərində Kuti hökmdarlarının şərəfinə yazılar tərtib edirdilər. Kuti hökmdarlarının kitabələri mixi yazıları ilə tərtib olunurdu. Mətnlər qısa olurdu. Onlar da ay, bərəkət və məhəbbət ilahəsinə sitayiş edirdilər. Kutilərin hakimiyyəti illərində ticarət yollarında əminamanlıq bərpa olunmuş, iki çay arasına xarici müdaxilələrin arası kəsilmiş və Urmiya gölü hövzəsi ilə dinc əlaqələr yaradılmışdı. Şumer və Akkad gəncləri Kuti qoşunlarına xidmətə cəlb olunurdular. Kutilər və Şumerlər arasında ənənəvi sülh münasibətləri var idi. Sonuncu Kuti hökmdarının iki çay arasında hakimiyyəti cəmi 40 gün sürdü. Uruq şəhərində ona qarşı üsyan baş verdi. Bununla da Kutilərin iki çay arasında hakimiyyəti sona çatdı. Eramızdan əvvəl 3-cü minilliyin sonlarında Kuti və Lullubi erkən dövlətləri süquta uğrayaraq xırda vilayətlərə parçalandı. Turukki və Su tayfa ittifaqları Eramızdan əvvəl 2-ci minilliyin əvvəllərində Urmiya gölü hövzəsində yaşayan Turukki və Su tayfaları siyasi fəaliyyətə başladı. Onlar əvvəlki dövrlərdə Aratda, sonra isə Kuti və Lullubi erkən dövlətlərinin tərkibinə daxil idi. Bu dövlət qurumları süquta uğradıqdan sonra Turukki və Su tayfaları müstəqil surətdə iki çay arası hadisələrinə qarışmağa başladı. Turukkilərin hücumları iki çay arasının şimalında yaranmış Aşşur dövlətinin sərhədlərində təhlükə yaradırdı. Aşşur hökmdarı Turukkilərə qarşı hərbi yürüş təşkil edir, lakin bu tayfaların müdaxiləsinin qarşısını ala bilmirdi. Turukkilər Aşşurların nəzarəti altında olan Şuşarra vilayətində yerləşdilər. Şuşarra inzibati və hərbi mərkəz idi. Qədim Azərbaycana qonşu olan torpaqları təşkil edirdi. Turukkilər bu əraziyə iddia edirdilər. Yerli əhali də Turukkilərin hakimiyyətinə meyil göstərirdi. Bu dövrün hadisələri göstərir ki, Turukki, Su, Kuti və Lullubilərin yeni tayfa birliyi meydana çıxmışdı. Onlar Şuşarra uğrunda Aşşur ilə gah mübarizə aparır, gah da münaqişələri sülh yolu ilə həll edirdilər. Bu ardı arası kəsilməyən hücumlar nəticəsində Aşşur dövləti zəiflədi. Eramızdan əvvəl 2-ci minilliyin sonlarında Aşşurun qüdrəti yenidən artdı. Kuti, Lullubi, Turukki və Su tayfaları Aşşurun işğalçılıq siyasətinə qarşı çıxır, müstəqillik uğrunda mübarizə aparırdılar. Xırda vilayət hakimləri Aşşura qarşı müqavimət göstərməkdə çətinlik çəkirdilər. Tez-tez baş verən hücumlar qədim Azərbaycan tayfalarının yenidən dövlət halında birləşməsini zəruri etdi.